Məsələn, sərçələr heç kimə sir deyil ki, yoxa çıxıb deməzdim, sayları azalıb. Bəli. Əvvəl sərçələrin sayı həddindən artıq çox idi. Bunun bir neçə səbəbini göstərirlər mütəxəssislər. İndi bir mütəxəssis olaraq sizdən də soruşacağam. Deyirlər ki, onların potensial olaraq yuva qurmaq yerlərini məhv etmişik. Biz müasir binaların fasadları şüşə beton konstruksiyalıdır və onlar oyuq tapmırlar öz yuvalarını Bəli. qurmaq üçün. Bəlkə bir səbəb budur. Digər səbəb kimi qarğaların çoxalmasını göstərirlər. Qarğalar doğrudan çoxdur. Həddindən artıqdır məncə qarğalar və eşitdiyimə görə hardasa Badamdar ərazisində qarğaların kütləvi belə koloniya halında yaşadığı bir yer var. Bəlkə də buna görə çoxdular. Bunu da sizdən dəqiqləşdirəcəm. Yenə qeyd etdiyim kimi quşların monitorinqi çox vacibdir ki, biz bilək ki, hansı növ azalır və hansı növ artır. Biz yəni Azərbaycanda xüsusən Bakıda sərçələrin sayını aparan heç kim olmuyor. Biz buna görə deyə bilmərik rəqəm olaraq onların sayı azalıbmı, yoxsa yox. Amma qeyd etdiyiniz kimi bu aydın məsələdir ki, biz zamanında yaşadığımız dövrlə indiki dövr arasında çoxlu fərqlər var. Mən xatırlayıram uşaq vaxtı bizim kənddə sərçələr çaydaşı olan evlərin boşluqlarında yuva qururdu. Bakıda bu cür bina demək olar ki, qalmayıb. Yəni bu bir səbəbdir. Bunu çox doğru vurğuladınız ki, onların yuvalama yeri aradan qalxıb. Qarğalar mən araşdırmama görə sərçələr və digər quşlar arasında neqativ təsir etmir. Bu da ölkəmizə yayılmış miflərdən biridir. Hətta bir araşdırma var Birləşmiş Krallıqda. Qarğaları, sağsağanları müəyyən bir qorunan ərazidən kənara çıxardırlar ki, görsünlər quşların sayı artır, yoxsa yox. Nəticədə quşların sayı artmır. Çünki o qarğa olmayanda da digər yırtıcılar onunla əvəz edir. Yəni tülkülərin sayı artır. Yəni bir növün üstünə bu qədər günah yükləmək əslində düzgün deyil. Çünki ekosistemdə hər bir canlı bir-biri ilə qarşılıqlı əlaqədədir. Amma sərçələrlə bağlı digər bir məsələ ondan ibarətdir ki, bizdə parklarda ağaclar var və qazon var, yəni belə deyək, çəmən var və kol bitkisi yoxdur. Amma sərçələr kol quşlardır. Onlar mühafizə olmaq üçün, yəni yırtıcı quşlardan, məsələn, qırğılardan qorunmaq üçün kolda gizlənirlər. Onlar qidalanmaq üçün otluğa gedirlər, ağacda qona bilmirlər, çünki çox yüksəkdir və onları belə deyək, qırğılar və digər yırtıcı asanlıqla ov eləyə bilir. Üstəlik pişiklər. Bəli, pişiklər də invasiv növdür və yerli təbiətə zərər verən canlılardan biridir. Yox, pişiklərə heç nə deyə bilmərik, xahiş edirəm. Pişiklər artıq Bakının simvolu.